Masonluq Azərbaycandan başlayır. Yəni nəsə belə bir masonluq bağlı məqaləm var. Bütün masonluğu Azərbaycanlılar yaradıb. Masonluğu yaradan İsmaillərdir. Yəni masonluq onların məqsədi nədir? Onların əsl məqsədi axirətdə gələcək. Onlarda da Mehdi gedir onlarda da. Onlar axirətdə gələcək insana hazırlıq görmək. Onun işləri yüngülləşdirmək üçün kömək eləmək. Sadəcə o sir kimi qaldığı üçün bəzi şeylər, sonraki masonlar artıq özlərin elə bir daha insanlar kimi qəbul edirlər və bütün o sistem itdi. Bugün bir dənə mason sirlərinin, mason işarələrinin rəmzləri başa düşmür. Hələ bir dənə mason başa düşmür ki, o piramidanın üstündəki, göydəki balaca piramida nədir? Yəni indiki masonlar başqa, sizin dediyiniz masonlar başqa? Yox, masonluğu yaradanlar bizim pirlərdir, İsmaillərdir. Sadəcə 2000 ilə yaxın 200 il vaxt keçib üstündən, 500 il daha, 400 il vaxt keçib üstündən, o müddətdə onlar bu elm ancaq şifahi ötürülür, bunlar yazmaq olmaz. Ona görə də indikilər o sirləri bilmirlər. Mason sayılır, 30-cu dərəcə mason, ancaq soruşsun 33 nədir bilməyəcək. Bir atın üstündə 2 nəfər minib, soruşsun bu nə deməkdir bilməyəcək. Çünki bu onlar artıq öz şeyi pozduqları üçün, o qanunları pozduqları üçün onlar artıq ötürülmür, sirlər deyilməyib onlara. Və son masonlarda onlar əsl mason deyirlər, onlar sirləri bilmirlər. Onlar özləri üçün nə adısını götürə bilərlər, ancaq onların dərəcələri yoxdur, çox aşağıdır. Amma biz insanlar onları pis baxaraq, deyirik ki, onlar əxlaqsızlığı yaranır. Xeyr, əvvəl ilk yarananlar da İslamın düşmənləridir. Bəli, indikilər bəli. İndikilər, mən masonluğu yaradanlardan söhbət edirəm. Yaradanda xüsusi məqsədlə yaradılıb. Onların özlərinin yazısı var. Mən onların hamısının məqalələrini göstərmişəm. Xüsusi məqsədlə yaradılıb. Ancaq son əsrlərdə artıq onlar öz istiqamətini dəyişib. Onlar tərsinə, bugün onların məqsədinə qoyub ki, insanları azaltsınlar və baxmırlar kimləri azaltsınlar. Onlar üçün fərqi, onlar adi insan azalmalıdır. Bilmirlər ki, bu adi insanların içində müqəddəslərin əsli var. Yəni, onlar çox şeylər bilmirlər. Azərbaycandan da var da mason üzvləri. Olsun da, 5 nəfər gətirib ki, mən də mahal olsun, nə olsun, nə mənası var. İsmaillər var bu dəqiqə, Ağaxanlar nəsli. Hansı ki, hər ad günündə onların özləri çəkisində qızıl verirdilər, Ağaxanlar. Nə olsun? Hansı Ağaxan bu dəqiqə, hansı bir rəmzi bilir? Hansı Ağaxan İsmaili fəlsəfəsindən başa çıxır? Azərbaycanda da var onlar. Ağaxanda da yox, onlar xaricdə yaşayırlar, Ağaxanlar. Ancaq o Ağaxanlar nəslinə sənəd verən Azərbaycan Azərbaycan şahları olub. Azəri şahları olub. Çünki İsmaillik Azərbaycandan başlanır, Qacar nəslindən başlayır. Qacar Həcər deməkdir. Yəni İsmail nəsli deməkdir. Şahlar nəslidir bunlar. Və bunlar onlara kağız sənədi bizimkilər verib. Və onlar bu dəqiqə bizimkiləri tanımırlar. Yəni onlar özləri... Dünyasını dəyişdi axı bu yaxınlar. Bir də Ağaxanın baxırımcı dəyişdi. Yəni deyirəm də o adi insandır, heç nə bilmir. Əsasən onlar Tacikistanda ellər yox? Yox, mən o belə Şvetsiyada yaşayırlar. Hadisədə deyək mənim Avropa ölkələrində yaşayırlar əsas. Bəli, onlar köçüblər orada yaşayırlar. Amma Tacikistan gediş-gəliş var.